Dünya ədəbi xəzinəsinə misilsiz əsərlər bəxş etmiş böyük Azərbaycan türk şairi Nizami Gəncəvi 1141-ci ildə sənətkarlıq, elm, mədəniyyət mərkəzi olan qədim Gəncə şəhərində anadan olmuşdur. Əsl adı İlyas İbn Yusif olan şair, sonralar ədəbi yaradıcılığında nizam, intizam mənasını bildirən nizami təxəllüsü götürmüşdür. Türk dilindən başqa ərəb, fars dillərini öyrənmiş, Yunan ədəbiyyatı və tarixinə bələd olmuşdur. Həndəsə, astronomiya, tarix, coğrafiya elmlərinə dərindən yiyələnmişdir. Yaradıcılığına lirik şeirlərlə başlayaraq 20.000 beytdən ibarət divan təşkil etmişdir. Nizami Gəncəvinin yazmış olduğu 5 böyük poema, xəmsə, 5 xəzinə adı altında dünya ədəbiyyatına daxil olmuşdur. Xəmsəyə daxil olan əsərlər bunlardır: Sirlər Xəzinəsi, Xosrov və Şirin, Leyli və Məcnun, 7 gözəl, İskəndərnamə. Əsərlərində humanizmi, tolerantlığı, sevgini, ədaləti tərənnüm edən şair, dövrün ədalətsiz, zalım hökmdarlarını tənqid edərək cəmiyyətdə baş verən zülmə, zorakılığa qarşı mübarizə aparmışdır. 1209-cu ildə 68 yaşında vəfat etmişdir. Dahi şair öz doğma şəhərində dəfn olunmuşdur. Nizami Gəncəvinin ilk türbəsinin əsası 13-cü əsrin əvvəllərində qoyulmuşdur. Zaman keçdikcə türbə insanların ziyarət yerinə çevrilmişdir. 16-cı əsrdə türbəyə yığılan gəlirlər və vəsaitlər hesabına türbə xeyriyyə ocağı kimi fəaliyyət göstərmişdir. Belə ki, mənbələrin verdiyi məlumata görə hökmdarlar, şəhərin imkanlı şəxsləri tərəfindən türbəyə mütəmadi olaraq iyanələr bəxş edilmiş. Həmin gəlirlər şəhərin yoxsullarının maddi ehtiyaclarını təmin etmək üçün istifadə edilmişdir. Şairin dəfn olunduğu ərazi Şıx düzü adlanmışdır. Şıx düzündə tarixin müxtəlif dövrlərində baş verən döyüşlər nəticəsində şairin türbəsi dağıntılara məruz qalmışdır. 1826-cı ildə məqbərə yaxınlığında baş verən Yelizavetpol Gəncə döyüşünə şairin türbəsinə ciddi ziyan dəymişdir. Uzun zaman təmir edilmədiyindən baxımsız vəziyyətə düşmüşdür. 19-cu əsrin 40-cı illərində şairin türbəsi Qarabağ xanlığının tarixçisi Mirzə Adıgözəlbəy tərəfindən qismən təmir edilmişdir. 20-ci əsrin əvvəllərində ziyalılar Nizami Gəncəvinin məzarının abadlaşdırılması üçün fəaliyyətə başlayırlar. 1923-cü ildə Axundovun rəhbərliyi ilə təşkil olunan Nizami Komissiyası şairin məzarında arxeoloji qazıntılar aparmışdır. Bu qazıntılara əsasən onun qədim türk adət-ənənəsi ilə qurğan tipli qəbirdə dəfn olunduğu müəyyən edilmişdir. 1932-ci ildə məzarın üzərinə müvəqqəti abidə qoyulmuşdu. 1941-ci ildə dahi şairin 800 illik yubileyi Sankt-Peterburq şəhərində müharibənin bütün çətinliklərinə baxmayaraq böyük təntənə ilə qeyd olunmuşdur. 1947-ci ildə Nizami Gəncəvinin məzarı üzərində 16 metr hündürlüyündə yeni bir məqbərə ucaldılmışdır. 1981-ci il 28 iyun tarixində Ümummilli lider Heydər Əliyev Nizami Gəncəvinin 840 illik yubileyi münasibəti ilə şairin məzarı üzərində yeni bir məqbərənin tikilməsi ilə bağlı sərəncam imzaladı. Sərəncama əsasən 1991-ci ildə Gəncə şəhərinin baş memarı Fərman İmamquliyev tərəfindən 22 metr 40 sm hündürlüyündə 12-ci əsr memarlıq üslubu əsasında yeni bir məqbərə tikilib başa çatdırıldı. Hündürlüyü 22 metr 40 sm olan məqbərənin içərisində pəncərə və çıraqların sayının 5 olması xəmsəyə daxil olan əsərlərin sayı ilə əlaqəlidir.